Səhər-səhər bu təbrik səslərini eşidib həyətə düşdüm. Uşaqların bayramlaşmağa gəlməsi şəhərdə çox da qarşılaşdığım mənzərə deyildi. Onların torbasına bayram payından qoyub yola saldıq. Balaca uşaqlar getdi, böyük uşaqlar gəldi. Bunların balaca uşaqlardan fərqi odur ki, bayram payını torbalarına yox, mədələrinə doldururlar. Getmək üçün həyətə düşəndə gördülər ki, anam maxara bişirir. Bayramda nə qədər yemək yesəndə söhbət maxaradan gedirsə, yox deyə bilmirsən. Nəysə bizdən çıxıb gəldik dostum Emilgilə. Bayramlaşıb Nəsiyə oturtdum stola, korlayaq inşallah deyib ona qəşəng sərvin stili saç düzəltdim ki, bəlkə bəxti açılar. Bunların belə çiyin-çiyinə oturduğuna baxmayın. Normalda həmişə qırılırlar. Sıxlıqdır deyə məcbur mehriban oturublar. Zaqatalada bayram ab-havasının ən çox hiss olunduğu kəndlərdən biri də Muxaq kəndidir. Bu kənddə yaşayan biz 5 nəfərin ikisinin bibisi olan Nəcibə bibigilə gəldik. Həyətdə 90 yaşlı xanpəri nənə oturmuşdu. Allah ona bundan sonra 10 dəfədə Ramazan bayramı görməyə qismət eləsin. Onlarda da bir stəkan çay içib gəldik öz kəndim yuxarı çardaqlara əmimgilə. Bayram süfrəsində bu texnologiya sevgisini görəndə türklərin "Nərdə o eski bayramlar" cümləsi yadıma düşür. Getdiyimiz bəzi yerlərdə qapıdan bayramlaşdıq, bəzi yerlərdə çay içdik, bəzilərində yemək. Əvvəllər heç birimizin maşını yox idi. Bütün kəndi gəzib bu balaca Rabiyə kimi torba-torba şirniyyat yığırdıq. Maşın olandan sonra 7-8 ev gəzirik. Hansı ara torba doldurası yaşa gəlib çatdıq bilmirəm. Vlogun axırını hamımızın axırı olası yerə saxlamışam. Bu kimi bayramları təmtəraqlı qeyd edə bilməyimizi ordumuza, qazilərimizə, ən əsası da şəhidlərimizə borcluyuq. Şəhid valideynləri başda olmaqla hər birimizin bayramı mübarək olsun deyib vlogu bitirirəm. Daha çox video üçün bas takibə getsin. Allah.